Yol nişanları, xəbərdarlıq nişanları. Xəbərdarlıq nişanları əsasən üçbucaq formasında olurlar. Birinci şəkildə 1.1 şlaqbaumlu dəmir yol keçidi. Dəmir yol keçidindən quraşdırılır, yəni şlaqbaumlu xəbərdarlıq edir. Bunlar heç bir şeyi qadağan etmir, ancaq xəbərdarlıq nişanlarıdır. 300, 150, 100 metr qalmış quraşdırılır. Şlaqbaumsuz dəmir yol keçidi, açıq yol keçidi. Üçüncü nişan, bir xətli dəmir yolu. Reyslər bir xətlidir. 1-3-2 çox xətli dəmir yolu. Göründüyü qədər sadədir. Dördüncü şəkil, dəmir yol keçidinə yaxınlaşma. 150 metr. Dəmir yol keçidinə yaxınlaşma ikincidə 2 işarə 100 metr və üçüncüdə 50 metr. Və yenə əksinə dəmir yoluna yaxınlaşma 50, 100, 150 metr. 5-ci şəkil, tramvay xətti ilə kəsişmə. Hal-hazırda tramvayla istifadə olunmur, amma bu nişan hələ də qüvvədədir. 1.6 eyni əhəmiyyətli yolların kəsişməsi. Eyni əhəmiyyətli ikinci dərəcəli yolların baş yollarının kəsişməsinə deyilir. Dairəvi hərəkətə kəsişmə 1.7-ci şəkil. 1.8 svetoforla nizamlama, yəni düz gedirsiniz, qabaqda svetofor olacaq. Bu mənəyə. 1.9 ayrılan körpü. Yəni körpü ayrılır. Göründüyü qədər sadədir. 1.10 sahil boyuna çıxış. Yəni sahil tərəfə. Açıq dənizə. 1.11.1 təhlükəli döngə. Yəni bir dənə təhlükəli döngə var qabaqda. 150 metr qalmış quraşdırılır bunlar. Və 1.11.2 təhlükəli döngə bu dəfə sola doğrudur. Amma 1.12.1 təhlükəli döngələr. Artıq burada bir döngə yox, bir neçə döngə nəzərdə tutulur və eləcə də 1.12.2 nömrəli şəkildə. 1.13 sərt eniş, 1.14 sərt yoxuş. Bildiyimiz eniş yoxuşdur. 1.15-ci şəkil, sürüşkən yol. Yəni yol sürüşkəndir qabaqda, 150 metrdən sonra yol sürüşkənləşəcək. 1.16 nahamar yol. 1.17 çınqıl sıçrayışı. Yəni bunlar heç bir şey qadağan eləmir, getmək olar. Amma bunlar xəbərdarlıq edir. 1.18.1 yolun daralması hər iki tərəfdən daralır birinci şəkildə. 1.18.2-də yolun daralması sağdandır. 1.18.3-də yolun daralması bir dəfə sol tərəfdəndir. Və iki tərəfli hərəkət, yəni bir yolda iki tərəfli hərəkət istiqaməti var. 1.20 piyada keçidinə yaxınlaşma haqqında xəbərdarlıq yaşayış məntəqələrində 50 metr, 150 metr quraşdırılır. 1.21 uşaqlar. Bunlar da əsasən 1.21-də uşaqlardır. Yəni məktəbə getmək və bunlar ikinci dəfə quraşdırıldıqda 50 metr qalmış quraşdırılır. Yaşayış məntəqəsindən kənarda. 1.22 velosiped zolağı ilə kəsişmə. Yəni qabaqda kəsişmə olar. 1.23 yol işləri. Bunlar əsasən 15-20 metr qalmış da quraşdırıla bilir. Və 50 metr qalmış da. 1.24 malqara keçidi. 1.25 vəhşi heyvanların çıxma ehtimalı var. 1.26 daş uçqunu ehtimalı var. Yandan əsən külək. 1.27-ci şəkil. Bu o deməkdir ki, bağlı sahədən açıq sahəyə keçdikdən, məsələn, meşədən açıq sahəyə keçdikdə yandan əsən külək maşını möhkəmcə vura bilər. 1.28 alçaqdan uçan təyyarələr, yəni alçaqdan uçur. 1.29 tunel və işıqlandırılmayan qaranlıq tuneldir bu. Yəni 150 metrdən sonra olacaq hələ. 1.30 digər təhlükələr, avariyadır, hər hansısa bir digər təhlükə. Döngənin istiqaməti 1.31.1, 1.32.2, 1.31.3. Bunlar tel şəkilli yollarda quraşdırılır. Əsasən də fosforlu olurlar.